Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebul Kasimi Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve alihi tayyibin tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Euzu billahi semine alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Allah bu cümə gününü bizlərə mübarək qərar versin inşallah. Allah bu cümə günündə qılınan cümə namazını, edilən duaları ali dərəcədə qəbul etsin. Bütün müsəlmanları bir-birinə mehriban eləsin. Kimin nə dərdi, nə çətinliyi varsa bu cümənin hörmətinə o çətinlikləri Allah Taala aradan aparsın. Allah imamımız, zamanın imamı İmam Mehdi salamullah aleyhinin zuhurunu təcil eləsin. Allah o ağanın qəlbini bizdən razı və xoşnud eləsin. Münacatı davam edirik. İmam Səccad əleyhissalam davamında buyurur ki: "Və tuxlini fi məşhədil qiyamə min bərdi affike və ğafrike." İlahi, qiyamət səhnəsində məni öz əffinin və bağışlamanın, sənin bağışlamanın sərinliyindən məhrum etmə. Və la tu'rini min cəmili səfhikə və sətrikə. Məni öz gözəl güzəştindən və örtüyündən sılpaq qoyma. Sonra buyurur: İlahi, zəllil alə zunubiğamamə rəhmətik və ərsil alə uyubi səhabə rəfətik. İlahi, günahlarımın üstünə rəhmətinin buludunu kölgə sal. Eyiblərimin üstünə şəfqətinin buludunu göndər. Bu münacat dediyimiz kimi tövbə münacatıdır. İnsan tövbə etmədən öncə tövbəyə və yaxud giriş kimi Allahın rəhmətindən danışır, kimliyindən danışır və hansı qüdrətə sahib olmasından danışır. Ki Allahın burada eyiblərin üzərinə öz şəfqət buludunu göndərən kimi təsvir eləyir imam. Eyibləri örtən, Allahın rəhmətindən danışır burada həm də. Deyir, öz rəhmət buludu deyir burada, kölgə sal, bizim günahımızın üzərinə bir bənzətmə edir və bir növ belə deyim, Allahı tərif edir və bu tərifə Allahın ehtiyacı yoxdur təbii ki. Bu tərifə, bu kimi sözlərə insanın ehtiyacı var. Çünki hədislərdə gəlir ki, insanın bəzən duasının qəbul olmamasına səbəb mərifətsiz etdiyi duadır. Yəni, dua edirsən və yaxud dua edirik, kimə dua etdiyimizi bilmirik, kimin qarşısında durduğumuzu bilmirik. Nəyə sahib olduğunu, hansı gücə sahib olduğunu bilmirik. İnsan başqaları ilə nəsə bir iş görəndə gedər, tanıdığı bir şəxsən iş görər. Bilər ki, bunun mənim işimi həll etməyə qüdrəti var, kimdir, harada işləyir bu məsələn. Ziyalı bir adamdır. Gedər, onu birinci tanıyar və ondan sonra ondan öz istəyini, öz arzusunu diləyər. İnsan da Allah qarşısına gələndə Allahı tanımadan elə ilahi məni bağışda olmur da belə. Məni bağışda söhbət olmur ki. İlahi, tövbə edirəm, yox, belə olmur axı. Bu sənin özünə lazımdır ki, kimdən nə istəyirsən? Bunu sən bilməlisən. Kimdən nə istədiyimizi bilməliyik. Bilmədiyimiz halda iki şey var burada. Allaha qarşı mərifətsizliyi edirik. Yəni, bu mənada mərifətsizlik ki, elə mən ancaq Allah istəyirəm ki, məni bağışlasın və səlam. Bir insan kimin qarşısına gəldiyini Allaha bildirməlidir ki, mən səni tanıyıram, mən bilirəm sən kimsən. Bir də ki, insan özü-özünə qarşı mərifətsizlik edir. Bu mənada mərifətsizlik ki, insan o qədər belə bir varlıqdır ki, qəflətə düşən bir varlıqdır. İnsanın qəlbinə bu sözlər təsir etməlidir. Allahın kimliyi insanın qəlbinə təsir etməlidir. Əzəməti onun qəlbinə təsir etməlidir. Quran-ı Kərimdə Allah məsələn özü barəsində danışır, özünün nişanələrindən, əlamətlərindən danışır ki, məsələn, belə əlamət var, belə nişanə var. Yəni, sanki elə bilirsən ki, Allah nəuzubillah, nəsə bir natamamlıq kompleksi var, öz
əzəmətindən niyə danışasan? Nəyə ehtiyacın var buna? Özünü kimisə göstərirsən, amma insan başa düşür ki, o cür deyil də. Allah elə bizim üçün danışır. Özünün ehtiyacı yoxdur, onun tərifə ehtiyacı yoxdur. Elə bizim üçün danışır ki, biz kimin yanında olduğumuzu bilək, kimin hakimiyyətinin altında olduğumuzu bilək və ona dua edəndə, onu çağıranda bilək ki, kimi çağırırıq. Bu olmadığı təqdirdə insan onun qəlbinə, insanın ruhu, qəlbi lətafətli qəlbdir, ruhu lətafətlidir, incədir, incə sözlər yox, bu pafoslu sözlər deyil, incə həqiqətlər insanın qəlbinə təsir etməlidir ki, dua da eləyə bilsin. Bax, İmam Səccad əleyhissalamın duasına baxırıq, başqa dualara baxırıq, Həzrəti Əli əleyhissalamın məsələn Kumeyl duasına baxırıq ki, çox əzəmətli sözlər deyir də, çox əzəmətli. Bu, Allah özünü bizə tanıtdırır, yoxsa bizi özümüzə tanıtdırır ki, ey bəndə, bilirsən kimin qarşısına gəlmirsən sən? Bir qəlbin incəlməlidir. İstəyin də doğru olsun, gözəl olsun. Bir var, mən Allahdan ancaq istəyirəm filan şey və bir var ki, əzəmətindən danışıram, insan onun əzəmətinin içərisində itir batır. Başa düşür ki, mən bu Allahın qarşısındayım. Həm də insana fürsət verir ki, nə istəyəcəyimizi bəlli edək. Çox maraqlıdır. Nə istəyəcəyimizi bəlli edək. Gedərək kimsə qarşısında nəsə istəyərik, əvvəla biz onu öz-özümüzə bəlli edirik ki, bu kimdir? Sən kimsən? Nəyə sahibsən? Hansı güzdəsən ki, mən bilim sən kimsən, o bildiyimə uyğun da mən istəyim. Sənin kimliyinə uyğun mən də istəyim. İnsan Allahın əzəmətindən danışmalı, əzəmətini tərif edir ki, bilsin ki, qarşıda durduğun, sənin əl açdığın bu Allah, o Allah elə bir Allah ki, çox əzəmətli Allahdır və istəyin cılızlaşmasın, cılız bir şey istəyin. Maşın istəməyəsən, ev istəməyəsən, nə bilim, və yaxud da hansı bir şey istəməyəsən, dünya malı istəməyəsən. Belə bir Allahdan gəlib maşın istəyərlər. Belə bir Allahdan gəlib ev istəyərlər. Mən demirəm, indi maşın istəməyək, ev istəməyək, amma o ikinci bir planda olmalıdır. Bizim üçün öndə olan mən Allahı tanıyım kimdir və onu o kimlə uyğun mən nə istəyim? O keçən əvvəl demişdim, səhv etmirəmsə keçən əvvəl dedim. İmam Sadiq əleyhissalam idi. Bəli, İmam Sadiq əleyhissalam idi, səhv etmirəmsə. Deyir, əlimi açdım ki, Allaha dua edim, bir şey istəyim. Dedim, ya Rab, dedim, ya Allahümmə. Allahımı çağırdım, dedim, ilahi, Allah mənə cavab verdi ki, elə beyk, eşidirəm. Deyir, onun o eşidirəm sözündə itib batdım, nə istəyəcəyimi bilmədim. Yəni, o eşidirəm sözünün o ləzzətinə elə qərq oldum ki, bilmədim nə istəyəcəkdim ondan. Yadımdan çıxdı istəyim. Yəni, insan belə bir Allahın qarşısında durur, əzəmətini tərif edir, yadına salır ki, kimin qarşısındasan, insan öz cılız istəklərini unutsun, artıq onun üçün böyük bir istək gəlsin. Nə istəsin? Məsələn, deyəsən ki, ilahi, öz əsmalarını məndə təcəlli etdir. İlahi, öz rəhmətini mənə göstər. İlahi, öz gözəlliyini mənə göstər. Sənin gözəlliyini istəyirəm. Bəndən bəlkə sənə maşın verim. İlahi, maşın istəmirəm, öz gözəlliyi verim. Mən sənin gözəlliyini istəyirəm. Pərdəni gözümün önündən çək. Bu hicabları, pərdələri gözümün önündən çək. Baxım sənin gözəlliyinə. Seyr eləyim səni. Bəndən bəlkə ev istəyirsən. İlahi, ev istəmirəm mən. Çək onu gözümdən. Onu gözümdən çək. Mən ancaq və ancaq sənə baxım. Belə bir təmsil deyirlər. Bilmirəm nə qədər bu hadisə olub, olmayıb. İndi bunu da deyəndə deyirlər, nağıl danışırsan. Amma təmsil kimi deyirəm bunu mən. Əslində nağıl deyil. Biz o qədər reallıqdan uzaq düşmüşük ki, bu kimi şeyləri nağıl kimi görürük. O qədər reallıqdan uzaq düşmüşük. Deyir, bir arif olur, sübh namazında və yaxud gecə namazında durur, elə bir durur ki, elə bir halda olur ki, qəribə bir hal gəlir. Eşikdən alovlanır, yanır. Üzün sürtə-sürtə divara, belə, necə deyim, ürəyi yana-yana gedir dəstəmaz almaq ki, mən Allahın qarşısına kövrək, qəmli bir halda Allahın qarşısına gedir. Deyir, o quyuya o vedrəni atır ki, oradan suyu çıxarsın, onu atanda, qaldıranda o vedrəni görür ki, su qızıla çevrilir. Başını qaldırır, deyir, ilahi, istəmirsən, mən gəlim sənin qarşısında durum, sənə namaz qılım, sənə həm söhbət olmamı istəmirsən.
Bu qızılı mənə göndərmirsən ki, başım qızıla qarşısın, səndən həmdəm olmayım, həm söhbət olmayım. Sən məni istəmirsən ilahi. Təzədən atır onu quyuya, çıxardığında su çıxır. Yəni görürsüz, bu nəyin təmsilidir? Mənə qızıl lazım deyil, mənə var dövlət lazım deyil. Bunlar mənim üçün ikinci plandır. Mənim üçün əsas məsələ Allahla həm söhbət olmaqdır. Görürsüz, belə bir arif, belə bir şəxs Allahın əzəmətini bilir, əzəmətində qərq olub deyə onun üçün qızıl lazım. Bir vedrə qızıl gətirsinlər, 1 kilo qızıl gətirsinlər ki. Olsa nə gözəl, mən demirəm ki, kasıb yaşayaq, olsa nə gözəl məsələn. Amma bizim üçün ikinci planda olmalıdır. Bu ikinci planda olmalıdır. Bizim üçün mühüm olmamalıdır bunlar. Ona görə imam gəlir, neyir? Bu duada, lap əvvəldə də oxuduq, Allahı bir növ tanıtdırır. Yəni öz-özünə tanıtdırır. Qiyamət səhnəsində məni öz əffinin və bağışlamanın sərinliyindən məhrum etmə. Bu bağışlamanı, bu belə deyim, əfvi, bu bir sərinliyə bənzədir. Məni öz gözəl güzəştindən və örtüyündən çılpaq qoyma. Çılpaq qoyma, örtük misalını gətirir, örtmək misalını gətirir. Eybi örtmək. İlahi günahlarım üstünə rəhmətinin buludunu kölgə sal, kölgə misalını gətirir. Bulud misalı gətirir. Gözünüz deyir, eyblərin üstünə şəfqətinin buludunu göndərir. Yəni bunlar hamısı onu göstərir ki, ilahi, bir növ bu sözlər yaxşı bir sözdür. Sən bax, bu şeyi bacaransan, bənzətməklə, bu təmsillərlə, bənzətməklə Allahın o rəhmətini başa salır, izah edir, insanın qəlbini incəldir. Belə bir Allahdan istəmək lazımdır. Tövbə belə təsirli olar. Demişdik, o nəsuh tövbəsi də budur. Nəsuh tövbəsi budur ki, yəni mən nə istəyirəm, kimdən istəyirəm mən? Kim qarşısındayım? Bu mühümdür. Amma bir məsələ var. Bunun keçid yolu nədir? Mənim eybimin gizli olması, mənim məsələn günahlarımın qiyamətdə aşkar olmaması, bunun meyarı nədir? Din nə meyar qoyur? Bəli, bunun meyarı var. Yəni mən necə bilim bunu? Hiss eləməliyəmmi? Və yaxud da hansı addım atmalıyəmmi? Meyarı var, meyarı var. İndi birinci başqa bir hədis var. Onu oxuyum. Ondan sonra ya da eyb yox, elə oxuyun bu hədisi. O meyar nədir? Peyğəmbərimiz buyurur. Buyurur ki, mən sətərə müminən fid-dünya sətərəhullah yevməl qiyamə. Kim bir müminin, bir insanın eybini dünyada örtsə, dünyada ört onun eybini. Nə edibsə ört. Kim örtsə, onun eybini örtsə, Allah qiyamətdə onun o şəxsin eybini örtər. Mən əgər bir möminin şəxsinin, bir insanın eybini örtsəm, qiyamətdə Allah mənim eybimi örtər. Görürsünüz? İstəyirsən səttərul uyub deyəndə eybləri örtən, o bağışlama sənə hasil olsun. Eybi örtməklə Allah səni bağışlasın. Birincisi, sən başqalarının eybini örtməlisən. Bəzən biz deyirik ki, mənə niyə tövbə qismət olmur? Niyə nəsuh tövbəsi qismət olmur? Niyə alınmır? Bəzən biz Allaha tərəf yönəlmişik, amma başa düşmürük ki, Allaha gedən yol insanlardan gedir. O yol insanların içərisindən gedir. Allahı qane etmək yolu insanların içərisindən gedir. Allahın o bizim eybimizi örtməyi istəyiriksə, birinci biz başqalarının eybini örtməliyik. Hədis var, hədisdə qeyd olunur ki, ey mənim bəndəm, xəstələnmişdim, niyə gəlb mənə iadə eləmədin, niyə gəlmədin yanıma, niyə gəlb mənə dəymədin? Bəndə cavab verər ki, ilahi, sən xəstələnə bilirsən, sənin zatın bundan münezzəhdir axı. Deyir, bəli, xəstələnmişdim. Filan bəndəm xəstələnmişdi, niyə gedib ona dəymədi? Görürsünüz? Görürsünüz nə deməkdir? Yəni, bəndədən keçir, insanların içərisindən keçir. Onların hacətlərini rəva etməkdən keçir. İmkanımız daxilləri başda mən olmaqla insanların hacətini rəva etməliyik, insanların eybini gizlətməliyik, insanların mehriban rəftar etməliyik. Bəzən ola bilər, hədlər var. Mən bir insana hədd qoymalıyam. Bəli, o yerindədir, hədd qoymalısan. Bəzən zərurətdə kiməsə hədd qoyuram. Mən bunu eləməliyim, mən buna hədd qoymasam, bunu mən o cəlal sifəti deyərlər, cəlal sifəti. O cəlal sifətimi göstərməsəm, qorxuzmasam, bu insan artıq həddini aşacaq, üsyan edəcək və başlayacaq insanlara zülm eləmək. Yəni, bunu mən qarşısını almalıyam. Bəli, qarşısını almaq üçün eləməlisən. Peyğəmbər deyib bunu.
O hədd var. Amma birdən o həddə ehtiyac olmadığı təqdirdə, çalış ki, o həddə ehtiyac olmasın. Amma birdən o həddə ehtiyac olmadığı təqdirdə bu zaman nə etməliyəm? Onunla mən mehriban rəftar etməliyəm. Onun eyblərini gizlətməliyəm. Hər halda eyblərini gizlətməliyəm, o heç. Və başa düşməliyəm ki, mən burada eybi, özü də ixlasla yanaşmalıyıq. Eybivi gizlədirəm ona görə yox ki, filan ki, sən də mənim eybimi gizləd. Yox, eybivi gizlədirəm Allaha görə ki, mən Allahın o səttarul uyub, eybi gizlədən əsmasını özümə cəzb edirəm. Ona görə Peyğəmbər buyurur, mən sətərə mu'minən fid dünya sətərəhullah yevməl qiyamə. Kim bir müminin, bir insanın dünyada eybini örtsə, Allah qiyamətdə onun eybini örtər. Başqa bir hədisdə Peyğəmbərimiz buyurur, Allahın o isimlərini, əsmalarından birini xatırladır Peyğəmbər bu hədisdə. Buyurur, İnnallaha hayyun sittirun yuhibbus sətrə. Buyurur ki, Allah həyalıdır. Nədən həyalıdır? Deyir, həqiqətən, gerçəkdən də Allah həyalıdır. Allah həya eləyir, bir bəndəsini eybini açsın. Dəhşət bir şeydə, sən demək, Allah da həya eləyərmiş. Allah heç nə həya eləməz. Onun kimdən həya eləsin? Kimdən qorxur həya eləsin? Kimdən narahatdır həya eləsin? Amma bir şeydə həya eləyər. Allah həya eləyir ki, bir bəndəsini eybini açsın. Allah həya etdiyi zaman mənmi həyasızlıq eləyib hansısa bir bəndənin eybini açacam? Bu ayıb deyil. Həyalı olan bir Allah gəlir bəndəsinin eybini gizlədir. Yox, mən həyasızlıq eləyib bəndələrinin eyblərini açacam. Nə gözəl hədisdir bu, deyir. Allah həyalıdır, həya edir. Sonra deyir ki, sittirun ya sittir. Örtəndir. Özdə nə örtmək? Çoxlu örtəndir. Eybləri örtəndir. Daimi örtür. Həmişə eyblər örtür. Belə deyil hədd gözlü. Eybi örtmən həddi yox. Əgər eybimiz açılırsa iki şeyə görə ola bilər. Ya biz küfr eləyirik, kafiri, hətta bəzən gəlir kafirin də eybini örtür. Ya Allah. Harada görmüşük kimsə küfr eləyəndə dərhal eybini açır. Belə şey görmüşük, yox. Bəzən kafirin də eybini örtür. Amma kafir həddini aşanda bəzən lazım olur, məsələn, eybini açır. Allah gəlir, bəndələrin eybini örtür. Əgər bir bəndənin eybi açılırsa, o öz-özünün eybini açır. Başqa variant yox. Ya başqası açır, başqası açsa da yenə Allah onun eybini örtür. Amma açılırsa, özü elə bir şərait yaradıb ki, eybini açır. Özü o şəraiti yaradıb. Problem onun özündədir. İnnallaha hayyun sittirun. Allah həyalıdır. Eybləri örtəndir. Niyə? Çünki yuhibbus sətrə. Bəli, çünki Allah örtməyi sevir. Eybi örtməyi sevir. Başqa bir hədisdə buyurulur ki, burada bir bənzətmə var. Buyurur ki, mən sətərə alə mu'minin fahişətən kəənnəmə əhyə məvudətən. Deyir, kim bir müminin, bir insanın çirkin əməllərini ört-bastır örtsə, sanki diri-diri bastırılmış qız uşağını diriltmiş kimidir. Yəni, o dövrdə ən böyük cinayət bu idi ki, ən böyük cinayət. Qız uşaqlarını diri-diri bastırırdılar. Ən böyük cinayət idi. Və onu, o qız uşağını diriltmək də çətin idi. Bilirsiniz, indi bu tarix hadisəni. Əgər bir qız uşağını dirildirsənsə, o deməkdir ki, böyük cinayətdən qurtardın bunu. Ona görə də hədis deyir ki, kim bir insanın çirkin əməllərini ört-bastır etsə, elə bir ki, diri-diri bastırılmış qız uşağını diriltdi. Yəni, böyük bir cinayətin qarşısını aldı. Ona görə də insan Allahla münasibətini insanların vasitəsilə qoşmalıdır, düzəltməlidir daha doğrusu. İnsan başqalarının rəftarına diqqət eləməlidir ki, o rəftar Allahın rəftarı ilə uyğunlaşsın. Bir növ Allahın rəftarı ilə də mənim münasibətimi düzəltsin. Başqalarına pis rəftar ediriksə, biz tövbə eləyirik, biz tövbə eləmək istəyirik, biz Allahın adını çəkirik, eyb örtən deyirsə, bunların hamısı al. İstəyirsən ki, mənə tövbə nəsib olsun, sənə tövbə nəsib olsun, birimizə tövbə nəsib olsun, o zaman biz nə etməliyik?
Biz gərək insanlarla münasibətimizi düzəltməliyik. Ona görə bu dua ilə sadə bir dənə dua eləyim yox. Bu dua o duadır ki, həm də nəsuh tövbəni nəsib olmasını istəyirsə, biz gərək insanlarla münasibətimizi tənzimləyək. Və la tuxlini fi məşhədil qiyamə min bərdi affika və ğafrika. İlahi, qiyamət səhnəsində məni öz əffinin və bağışlamanın sərinliyindən məhrum etmə. Və la tu'rini min cəmili səfhikə və sətrikə. İlahi, məni öz gözəl güzəştindən və örtməyindən çırpaq qoyma. İlahi, zəllil alə zunubi qəmamə rəhmətik və ərsil alə uyubi səhabə rəfətik. İlahi, günahlarımın üstünə rəhmətinin buludunu kölgə sal. Eyiblərimin üstünə şəfqətinin buludunu göndər. Amin ya Rabbil alemin. Allahümmə innə nəsəlükə və nədəuk. Bismikəl azimə əl-əzəm əl-əzzələ cəlil əkrəm və bi Muhammedin və əhl-i beyti teyyibinə tahirin sallallahu aleyhi və alihi və səlləm. Ya Allah, 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 ya Allah. İlahəllərimizi naümid qaytarma. Amin deyən dillərimizi lalı öldürmə. Bağışlamamış bizləri qəbr evinə göndərmə. Qəbrimizin ilk gecəsində Mövla İmam Hüseyin əleyhissalamın başımızın üzərində hazır elə. Dünya və axirət bizləri Peyğəmbər və əhl-i beytindən ayrı salma. Dünyada onların ziyarətin, qiyamətdə şəfaətlərin bizlərə nəsib elə. İlahi, çətinlikdə olanların çətinliklərini həll elə. Xəstə olanlar var, nəzərdə olan xəstələr var, onlara tezliklə şəfa ver. İlahi, ruhumuzun, cismimizin şəfasını bizlərə şəfasını ver. İlahi, bizlərə həqiqi nəsuh tövbəsini nəsib elə. İlahi, bizi bir-birimizə daha da mehriban elə. İlahi, cümə namazı ki qılındı, cümə namazı ki qılırlar, cümə günündə dua edirlər, o duaları qəbul elə. Dünyanın hər yerində o duaları və namazları qəbul elə. Dünyanın hər yerində ki, müsəlmanlara, körpə uşaqlara zülm olur, onları zəlili, onlara o zülm edənlərə, kim ki onlara zülm edir, həddindən artıq zülm edirlər və zülmlərinə bəhanə gətirirlər. İlahi, qiyamətdə onları bağışlama. İlahi, onları zəlil məhv nabud elə. Dünyanın hər yerindəki müsəlmanlara, dinə, İslama xidmət edirlər, onları daha da müvəffəq elə. İmam Zaman əleyhissalamın zuhrunun tez elə, ağanın qəlbimizdən razı və xoşnul elə. Haqqı Muhammedin və alih və haqqı surətil mübarəkətil fatihəti mə'əs-salavat. Allahümmə salli ala Muhammedin və ali Muhammed və əccil fərəc.